Salam. Heç düşünmüsünüzmü? Əlimizdə tutduğumuz telefondan tutmuş, yediyimiz çörəyə qədər hər şey necə yaranır? Bütün bunların arxasında nəhəng bir sistem var. Və bugün biz gəlin bu sistemin, yəni iqtisadiyyatın 4 təməl daşını, 4 sütununu birlikdə açaq. Yaxşı, bəs planımız nədir? Gəlin baxaq. Əvvəlcə iqtisadiyyatın bu 4 sütununun nə olduğunu anlayacağıq. Sonra hər bir sektora birincidən dördüncüyə qədər ayrı-ayrılıqla baş vuracağıq. Və ən sonda da görəcəyik ki, bu sektorlar əslində bir-birinə necə bağlıdır. Yaxşı, hazırsınızsa başlayaq. İlk öncə gəlin iqtisadiyyatın strukturunun nə olduğunu anlayaq. Yəni, bu nəhəng mexanizm necə qurulub və onun hissələri bir-birini necə hərəkətə gətirir? Əslində, iqtisadi struktur sadəcə bir ölkədəki bütün işlərin, bütün fəaliyyətlərin necə bölündüyünü və təşkil edildiyini göstərən bir sxemdir. Sanki bir yol xəritəsi kimidir. Və bilin ki, bu xəritə min illərdir təkamül edir. İlk insanların torpağı bəcərməsindən tutmuş, bugünkü rəqəmsal dünyaya qədər. Deməli, müasir iqtisadiyyatlar adətən 4 əsas hissəyə, yəni sektora bölünür. Gəlin bunu çox sadə bir bənzətmə ilə anlayaq. Bir bina təsəvvür edin. Bu binanın hər mərtəbəsi bir sektordur və hər yeni mərtəbə bir əvvəlkinin üzərində qurulur. Elə isə gəlin binanın təməlindən, yəni birinci sektordan başlayaq. Baxın, birinci sektor iqtisadiyyatın fundamentidir, bünövrəsidir. Bura birbaşa təbiətdən, torpaqdan, sudan əldə etdiyimiz hər şey daxildir. Yəni, söhbət torpağın altından çıxarılan neftdən, tarlada yetişən buğdadan, meşədə kəsilən ağacdan gedir. Və burada ən vacib məqam nədir? Bu sektor digər bütün sahələr üçün xammal mənbəyidir. Fikir verin, neft olmasa yanacaq da olmaz, pambıq olmasa paltar olmaz, taxıl olmasa çörək də olmaz. Hər şey buradan başlayır. Yaxşı, xammalı təbiətdən aldıq, bəs sonra indi gəlin iqtisadiyyatın, belə deyək, mühərrik otağına keçək. İkinci sektor, bax bu xammalı götürüb, onu bizim üçün faydalı bir şeyə, hazır məhsula çevirən böyük bir emalatxanadır. Təbii ki, bu nəhəng emalatxananın işləməsi üçün nə lazımdır? Əlbəttə ki, enerji. Bax, energetika sektoru da məhz bunu edir. Həm neft, qaz kimi yanacaqları təmin edir, həm də onları elektrikə çevirib, bütün o fabriklərin, zavodların işıqlarını yandırır, mühərriklərini işə salır. Sonra gəlir metallurgiya. Təsəvvür edin, dağdan çıxarılan o boz daş parçası, yəni filiz, bu sektorda möcüzəvi şəkildə saflaşdırılır, əridilir və bizim sürdüyümüz avtomobillərin, yasadığımız binaların, hətta istifadə etdiyimiz qapqacağın əsasını təşkil edən parlaq metallara çevrilir. Maşınqayırmaya isə xüsusi diqqət yetirmək lazımdır. Bilirsiniz niyə? Çünki bu sahə bir ölkənin sənaye gücünü göstərən əsas amildir. Bütün digər sahələrə, yəni mədənçiyə də, fermerə də, inşaatçıya da lazım olan bütün o maşınları, avadanlıqları məhz bu sektor istehsal edir. Gəldik kimya sənayesinə. Mən buna müasir dövrün sehirbazlığı deyirəm. Düşünün, təbii materialları götürüb onlardan plastik, dərman, gübrə kimi tamamilə fərqli yeni şeylər yaradır. Gündəlik həyatımızı asanlaşdıran nə qədər şey var ki, məhz kimya sənayesinin məhsuludur. Meşə sənayesində də buna bənzər bir proses gedir. Meşədən gələn ağac iki yolla emal olunur. Ya mexaniki üsulla kəsilib yonulur, olur mebel, tikinti materialı, ya da kimyavi üsulla emal olunur. Olur dəftər, yazdığımız kağız, ya da karton qutular. Yüngül sənayeyə isə bəlkə də bizə ən yaxın olan sahədir. Yəni, birbaşa bizə, istehlakçılara xidmət edir. Bax, o əynimizdəki köynək, ayağımızdakı ayaqqabı, evimizdəki xalça, bunların hamısı yüngül sənayenin məhsuludur. Və əlbəttə ki, qida sənayesi. Bu sektorda tarladan gələn o xammalı, məsələn, buğdanı, pomidoru, südü emal edib, bizim süfrəmizə hazır qida şəklində gətirir. Beləliklə, kənd təsərrüfatı ilə birləşərək bizi qidalandıran nəhəng bir sistem, aqrar sənaye kompleksi formalaşdırır. Yaxşı, deməli təbiətdən xammalı aldıq, zavodda məhsula çevirdik, super. Bəs sonra nə baş verir? Bax indi binamızın 3-cü mərtəbəsinə qalxırıq. Bura xidmətlər dünyasıdır. Bu sektorun bir fərqi var. O, əlimizlə tuta biləcəyimiz bir məhsul istehsal etmir. Yox, o bizə xidmət göstərir. Məsələn, müəllim sizə dərs keçir, həkim sizi müayinə edir, bank sizə pul verir, bərbər saçınızı kəsir. Bütün bunlar xidmətdir. İndi isə gəlin bu qrafikə diqqətlə baxaq. Bu, çox vacib bir şey göstərir.
Fikir verin, ölkə nə qədər varlı və inkişaf etmişdirsə, əhalisinin də bir o qədər çox hissəsi məhz xidmət sektorunda işləyir. Məsələn, Amerikada, Yaponiyada işləyən hər 10 adamdan 7-si bu sahədədir. Bu həm də bir ölkənin rifah səviyyəsinin göstəricisidir. İndi isə gəldik binamızın ən yuxarı, ən yeni və ən müasir mərtəbəsinə. Artıq dünyada, xüsusilə də ən qabacıl ölkələrdə yeni bir sektor formalaşır, 4-cü sektor. Bəs bu nədir? Bu sektor tamamilə bilik və informasiya ilə bağlıdır. Sizin Google-da nəsə axtarmağınız, yeni proqramların yazılması, elmi kəşflər, süni intellektin inkişafı, bax bunların hamısı 4-cü sektordur. Yəni, bilik və informasiyanın, başqa sözlə desək, müasir dünyanın yeni pulunun idarə olunmasıdır. Beləcə, 4 sektoru da bir-bir tanıdıq. Yaxşı, bəs bu 4 fərqli mərtəbə, bu 4 fərqli hissə bir-biri ilə necə əlaqələnir? Necə olur ki, hamısı birlikdə vahid bir sistem kimi işləyir? Baxın, burada açar söz budur. Heç biri tək başına mövcud ola bilməz. Onlar bir-birinə möhkəm bağlı bir zəncir kimidir. Gəlin düşünək, mədənçi, 1-ci sektor, filizi çıxarır, zavod, 2-ci sektor, o filizdən maşın düzəldir. Mağaza və yük maşını, 3-cü sektor, o maşını bizə satır və gətirir. Bütün bu məlumatları isə kompüter sistemləri 4-cü sektor idarə edir. İndi təsəvvür edin, bu zəncirin bircə halqası qırılsa nə olar? Bütün sistem çökər. Bütün bunlardan sonra, gəlin bir anlıq gələcəyə baxaq və bir sual üzərində düşünək. Sizcə 21-ci əsrdə, yəni yaşadığımız bu dövrdə, bəşəriyyətin taleyini bu 4 sektordan hansı daha çox müəyyən edəcək? Fikirlərinizi bilmək çox maraqlı olardı.